Həftəlik bürclər 16 iyundan 23 iyuna doğru dolu çəkizlər tərəzi bürcləri hava ünsürlərinin bu həftə nələr gözləyir? Tərəzilərdən başlayanda tərəzilər bu həftə sanki hər tərəfdən ədalət axtarmağa çalışacaqsınız və hər şeyin eyni tarazlıqda, eyni səviyyədə getməsini istəyəcəksiniz. Amma bununla da bağlı tərəzilər, dolçalar, zaman çərçivəsinə doğru elə bir küskünlüyünüz olacaq, hər şeydən uzaqlaşmağınız, yarımçıqlığınız bəzi nüanslarda aktivliyinizi qabağına ala bilər. Əksinə görürsünüz nədir? Deyir, ayın 18-dən sonra şanslarınız, istəklərinizi səmaya, evrənə doğru özünüzlə bərabər aktivləşdirə bilərsiniz, gücləndirə bilərsiniz. Amma bir balaca bu həftə biraz parçalanma, ayrılıq, soyuqluq, küskünlüyünüz o qədər çox olacaq ki, ailə, şəxsiyyət və yaxud da münasibətdə olduğunuz insanla bərabər bir balaca boşluq olacaqsınız, bir balaca yarımçıqda olacaqsınız və təklik enerjiniz bu həftə dolçular daha çox olacaq. Bu həftə bacarırsınızsa istirahətə gedin, yol alın və yaxud da maşınla, yolla, təbiətlə əlaqədar çoxlu aktivitelər etməyə çalışın. Çünki bu həftə evrəndir ki, mən sizə yönləndirirəm, doldurmağa çalışıram, amma sən doldursan, qane olmursan. Bu həftə içinizdə olan narazıçılıq o qədər çox olacaq ki, yəni nə verirlər versinlər, nə deyirlər desinlər, siz razı şəkildə qalmayacaqsınız. Bu həftə hər şeyə qarşı bikef, hər şeyə qarşı narazı olacaq. Çünki yenə də deyirəm, retro vəziyyəti keçmişdən gələcəyə doğru həyatınızda olan bəzi insanların düşüncələrini, fikirlərini sizə doğru qalıcılığını, yarımçıqlığını, güvənsizliyini artıracaq. Bilirsiniz, bu həftə retro həftəsidir. Retro həftəsi də bizim keçmişdən gələcəyə doğru stabilliyimizi pozur deyib özümüzü yeni bir alanda kəşf edə bilməyəcək. Əfsuslar olsun da bu çiçəklənən dövrümüzü dolçalar zəiflədəcək. Sağlamlıqla əlaqədar xoşuma gəlməyən bel və onurğa sistemimizdə bəzi nüanslarda problem var. Bir balaca bir qanazlığımız da ola bilər bu həftə, çünki baş gicərləmələr və ruhsal bədənimizin stabiliyini görməyəcəyiz. Bunun qabağını alması, ümumi dəyərləndirsək dolçalar 66-72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Əkizlərə gələndə isə əkizlər bu həftə o qədər qısqancı, o qədər səbirsiz, hər şeyi qısqanacaqsınız, hər şeyə qarşı baxıllıq eləyəcəksiniz və yaxud da qısqandırmağa çalışacaqsınız. Çünki bu həftə istəyəcəksiniz ki, sizi dəyər versinlər, görsünlər, istəsinlər, axtarsınlar, ahəng yaratmağa çalışacaq. Bu həftə bir balaca addım atacaqsınız, deyəcəksiniz ki, məni düşünsünlər və yaxud da mən yaddan çıxmayım, mən axtarsınlar, lazımlı olum, uşaq kimi, körpə kimi davranmağa çalışacaqsınız və şənliyiniz normaldır, sosiallığınız bu həftə çox gözəldir. Bu sosiallığınızı əkizlərə artıra bilərsiniz. Sadəcə olaraq beynimizdə olan planların üzrə həyata keçmə zamanıdır. Bəsdir. Qurduq, yaratma zamanıdır. Bu həftə evlə, tikinti ilə, ailə ilə, mülklə bağlı nə problemləriniz varsa, hamısını çox gözəl şəkildə həll edə bilərsiniz və özünüzü gücləndirmə effektini əldə edə bilərsiniz. Və bu həftə ruzu, bolluq enerjiniz göylər tərəfindən çox yüksək səviyyədədir. Yəni iş, pul, maddiyyat tərəfdən nə etmək istəyirsinizsə, böyük bir məntiq işə salmağa ehtiyac yoxdur, risk edirsiniz və özünüzü aktivləşdirirsiniz. Əkizlər, bunu əldə edə bilərsiniz. Ümumi həftəni dəyərləndirəndə boyun sistemimizdən başlayaraq burun-boğaz sistemimizdə nəsə tutqunluq, allergik fonun aktivləşməsi bəzi nüanslarda problem ola bilər. Əgər belə deyim, zərər verici bəzi nüanslardan istifadə edirsiniz, ciyərimizə də fikir verməli. Çünki nəfəs sistemimizdə bəzi nüanslarda boşluqlar və belə deyim, bloklar var. Ümumi əkizləri dəyərləndirsək, pul maddiyyat şansınız çox gözəldir. Uşaqlığınız olmasına baxmayaraq, uşaq kimi davranmamıza baxmayaraq, həftəni 76%-ə qədər həftələrlə uğurlu edə bilərsiniz. Tərəzilərə gələndə isə tərəzilər bu həftə transformasiya həftəsidir. Yəni, bitdi. Retro gəlməsinə baxmayaraq, keçmişi bağlayırıq, bitdi, keçmiş bağlandı və gələcəyə doğru transformasiya olur. Özümüzü gücləndirir, özümüzü aktivləşdirir, yeni bir alana doğru aparır. Çünki kart sizi yeni bir alanda, belə deyim də, hər şeyi dağıt və yenidən qur. Sanki puzzle'ları dağıdırıb, qarışdırırıq, yenidən nəsə bir puzzle, yenidən bir aktivləşmə etməyə çalışırıq. Çox uğurlu bir həftədir tərəzilər. Bu həftədən istifadə edə bilmirsinizsə, mənim də sizə sözüm yoxdur. Açıq deyirəm, maddisal olaraq şansınız çox güclüdür, dost tapa bilərsiniz və yaxud da həyatınızda dəyər verəcək bir insan çıxa bilər qabağınıza. Qanadlarınız, insanlar siz o qədər bugün bu həftə temperamentli görəcək və mələk kimi görməyə çalışacaqlar. İstəklərimizi, gücümü, enerji mükəmməldir. Bəlkə də bu həftənin ən uğurlarından biri tərəzilər siz ola bilərsiniz. Özünüzü kəşf eləyə bilsəz. Sizə düşmən lazım deyil, özünüzün düşmənisiniz. Özünüzü kəşf eləyə bilsəz və belə deyim, ətrafınızda baş verən işıqlanmanı, qaranlıqda belə işıqlanmanı görəcəksiniz. Ümumi həftəni dəyərləndirsək 89-93%-ə qədər həftənizi tərəzilər uğurlu edə bilərsiniz. Çünki transformasiya dalınca güc, dalınca günəş, dalınca belə deyim də şans kartı gəlirsə, demək bu həftə yıxılsaz da düzələcəksiniz və bu yıxılmada da bir mükəmməl bir nüans axtarmalısınız. Həftə gözəl həftədir. Sağlamlıqla bəzi nüanslarda yenə də deyirəm, göz enerjilərinizdə, qulaq enerjilərinizdə qəribə bir narahatçılıq ola bilər tərəzilər. Bir də belə deyim də günəşlə biraz ehtiyatlı olun. Günəş bu həftə sizə bəzi nüanslarda problem yarada bilər. Bunun qabağını ala bilsəz, bəli, həftəniz uğurludur tərəzilər.